Herkese selamlar, kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoda karşınızdayım. Video geçmeden ve kanalda üstü olmak için abone olabilirsiniz. Videomu beğendiyse like atabilirsiniz. Həmçinin dostlar, Telegram kanalımıza hər birinizi gözləyirəm. Burada seminər və kriptovalyutalar haqqında məlumatlar paylaşır, alış-satış siqnalları, xəbərlər və s. Paylaşımlar edirəm və bunlar bizim investisiyalarımız üçün vacib deməli önəm daşıyırlar dostlar. Bizim investisiyalarımızın gələcəyini təyin edirlər və s. Bu xəbərləri və məlumatla və həmçinin yeni səhmlərin falan tanıtımını, yəni qısa məzmun olaraq Telegram kanalında paylaşıram. Həmçinin müzakirə qrupumuz da var. Burada gələ bilərsiniz Telegram kanalına, quşlara, müzakirə qrupuna da daxil ola bilərsiniz. Hər birinizi gözləyirəm. Bu linkdən linki şərhlərdə olacaq Telegram kanalı. Deməli dostlar, bugünkü videoda deməli son günkü yüksəliş, daha doğrusu düzəltmənin yüksəlişinə şahidi olduq dünən deməli. Daha doğrusu 2 gündür bu davam edir. Lakin dünən hardasa səhmlərə yansıya bildi bu yüksəliş trendi. Yəni dönüş, yəni yüksəliş trendinə dönüş, yüksəliş trendləri tam deməli reyslərə oturmayıb. Dönüş yaşanır hal-hazırda. Gördüğünüz gibi 24.647 nöqtəsindən bir dönüş başladı. İlk olarak 25.000, dünən isə daha doğrusu 25.346 dollar səviyyəsində Nasdaq günü bitirdi. Həmçinin S&P 500, Dow Jones da müsbətdə bağladı. Yəni bu üç indeks müsbətdə bağladılar. Səhmlərimizə necə yansıdı və gələcəyi necə olacaq bugün vaxtda danışacağım. Deməli, ilk öncə Gorilla Texnology Group Inc. dünən 4%-dən çox yüksəldi. Bu yaxşı trend idi, yaxşı yüksəliş idi və günü hətta deməli 22 sent daha əlavə eləyərək 12.50-də bağladı dostlar. Və bu günlük 4,160 yüksəliş elədi. Yaxşıdır dostlar. Gördüyünüz kimi elə bir ay olmuyor. Yəni 5 günlük, 1 aylıq, 6 aylıq demək olar düşüş trendindən tam çıxa bilməyib bu şirkət səhmi və biz buna daimi olaraq 17 dollardan yatırım edirik. Və son yatırımımız 11 dollardan olub. Qiyməti 13.37-dir. Məndə ortalama qiyməti. Deməli dostlar, belə bir deməli sizlərə fikir bildirim ki, bu səhmin alış nöqtələri hal-hazırda alış nöqtələrinədir bu şirkət səhmi. Yatırım etmə və ya etmək üçün seçiminiz bunu öncədən deyim. Yəni hər kəs xeyir və zərəri özünə görədir. Heç kimi xeyir və zərərinə görə məsuliyyət daşımır. Sadəcə bu dedikləri məlumat xarakterlidir. Gördüğünüz kimi dostlar 12 dollar 28 sent səviyyəsində hal-hazırda və bu nöqtələr əsasən alış nöqtələridir və bu nöqtələrdən sonra əsasən böyük yüksəliş trendləri yaşanır və mən bu səhmi dostlar, bu şirkət səhminin ilk satış nöqtəsini 22 dollar səviyyəsində təyin etmişəm. Yəni 22 dollar səviyyəsinə gəlsə bizə hardasa 70% yaxın qazanc verəcək dostlar. Bu yaxşı deməli qazancdır 70%. Hətta 22 dollardan sonra əgər trend davam edərsə və yaxud hansısa bir düzəltmə edib yenidən yüksəliş trendinə keçərsə 30 dollar səviyyəsini gözləyirəm dostlar. Şirkətimiz gəlirli şirkətdir. Son hesabatda gəlirlərini üstələyib və ondan sonraki hesabatı daha müsbətə deməli açıb. İndi burada da sizə göstərəcəm. Baxın dostlar, son hesabatda deməli 26 milyon 500 min olaraq gəlir deməli hesablayıblar. 48 daha doğrusu 480 milyonluq gəlir gəlib. Yəni arada 20 milyon gəlir azalıb, lakin əvvəlkinə baxanda təbii olaraq gəlir artıb və bundan sonra 33 milyon, 29, 31, 46 milyon və illik olaraq da daimi olaraq gəlir artışları öngörülür dostlar. Həmçinin gördüyünüz kimi hesabat, daha doğrusu proqnozlarda da minimum 31 dollarlıq bir hədəf var bu şirkət. Yəni bu şirkət dostlar uzun illər deməli ölü şirkət hesab eləmək olar. Çünki daima düşür, biraz yüksəlir, təzən düşür. Lakin hal-hazırda deməli ABŞ-da son baş verən inflyasiya düşüşü, şirkətin artıq gəlirlərini əhəmiyyətli dərəcədə artırmağa doğru gedişi bu şirkətin deməli səhminin də dəyər qazanmasına gətirib çıxaracaq. Bilirsiniz ki, mən şirkətləri artıq buna əhəmiyyətli dərəcədə gəlir əldə etməsinə yaxın zamanda kəşf edirəm və alış etməyə çalışıram. Bu şirkətdə də elə oldu. Əvvəlki təxminlər gördüyünüz kimi zəif idi. Həmçinin buradakı proqnozlar belə son hesabatdan daha zəif idi dostlar. Ona görə də bu şirkətimizi bu son hesabatlara baxmayaraq şirkət 40 dollar keçib. Yəni yenə də dediyim kimi ilk olaraq satış nöqtəsində 22 dollar gözləyirəm, ondan sonra 30 dollar. Əgər ki bazar günü dəyişməsin. Dragonfly Energy dostlar, bu şirkət bizə çox baha başa oturdu. Yəni çox zərər etdirdi, yəni hansısa, amma az da deməyək bir 40-50% qədər zərər etdirdi. Bunun səbəbi nədir? Yəni zərəri hələ də zərər olaraq qəbul eləməmişik, çünki satmamışıq dostlar. Amma bunun səbəbi nədir? Çünki Nasdaqda bir deməli xəbərdarlıq almasın deyə bu 40 sent, daha doğrusu 70 sentlərdən birləşmə etdi və nəticədə daha doğrusu 80 sentlərdən bu xəbər gəldi və nəticədə 70 sentlərə düşdü. Bazarın da yönü pis idi həmçinin ona görə. Buradan da bir xəbər gəldi ki, birləşmə olacaq. Daha doğrusu 70 sentlərdən xəbər gəldi, birləşmə olacaq. 80 sentlərdən düşməsi səbəbi bazar yönünün aşağı doğru olmasıdır. Və ona görə də 40 sentlər
sentlərə, oradan da 30 sentlərə qədər düşdü. Yəni 3 dollarlara qədər birləşmə olunub 100 dollar görsənir. Əslində əvvəlki qiyməti 30 sent idi. Və dünən də bir geri düzəltmə elədi, 14% qalxış elədi, 4 dollar. Bu şirkət dostlar, deməli Dragonfly Energy şirkəti neft vəsait olaraq biraz problemli şirkətlərimizdəndir. Borcları çox yüksək deyil. Son borc deməli son səhəm satışından sonra borclarının bir hissəsini bağladılar, bir hissəsini deməli yeni məhsullarına xərclədilər. Həmçinin deməli dəmir yolu şirkətindən bir saziş imzaladılar ki, artıq bu deməli dəmir yolu bazarına açıldı bu Dragonfly Energy şirkəti. Ona görə də yeni müqavilələr gələ bilər. Amma ki şirkət yenə də risk statusunda qalır. Sizlərə məsləhətim budur ki, əgər bu şirkəti almısınızsa, müəyyən deməli zərərinizi azaltdıqdan sonra bir hissəsini satmağınızı tövsiyə edirəm bu səhmlərin. Yəni bu səhmləri satın ayıb alın. Yəni AB şirkətin hal-hazırdakı proqnozları daha müsbətdir. Nəinki Dragonfly və yaxud Gorilla Technology yatırım etmək və yaxud etmək məsələn daha doğrusu sizin qərarınızdır. Düzdür, Dragonfly şirkətinin bundan sonra öləcəyini təxmin eləmirəm və bundan sonra İlk olaraq səhəm satışı etməsini də təxmin eləmirəm. Çünki hal-hazırda zatın çox aşağı qiymətdədir. Yəni heç olmasa 8 dollarlara kimi qalxış etməlidir ki, səhəm satışı hardasa gəlsin. Əgər yeni müqavilə, yeni investisiya alınmasa. Bundan sonraki 4 dollardan sonraki hədəflərin dostlar 7 dollar və yenidən 8 dollar səviyyəsinə qayıtmağını təxmin edirəm. Çünki buralardan düşüb və xəbərə görə düşüb. Dostlar, xəbərə görə düşübsə, çox satılıbsa yenidən geri toplaya bilər və bu ehtimal çox yüksək. 8 dollar səviyyəsi. Əslində texniki analizə baxsaq dostlar, bu şirkətin növbəti hədəfi 12 dollar səviyyəsidir. Baxın burada. Yəni bu düşüşdən sonraki hədəf 12-13 dollar səviyyəsidir, üst dirənci qədər. Lakin bizə bunun üçün bir xəbər lazımdır, bir güclü investisiya və yaxud satış xəbəri lazımdır. Patent də xilas eləməyəcək bir güclü investisiya və yaxud satış xəbəri lazımdır. Ayva şirkət dostlar 100 milyonluq yatırım aldı, son hesabatları az çox uğurlu idi, gördüyünüz kimi rezervləri, yəni nağd pulları artdı, 100 milyonluq bir gəlir qazandılar, yəni investisiya aldılar. Bu şirkətdə müsbətdir, şirkətin hədəfləri nədir? Şirkətin hədəfləri budur ki, ilk olaraq 17 dollar səviyyəsində bərpa etməlidir, ondan sonra 22 və 30 dollar səviyyələrində gəlməlidir dostlar. Yəni bazar yönü dəyişməsə bu şirkətdə irəliyə doğru gedəcək. Belə, biraz da inanmıram əslində Nasdaqın deməli yönünü dəyişməsinə. Nasdaqın da səviyyəsinin bundan sonra 27 və 30 min dollar səviyyələrinə çatmağını gözləyirəm. FEMI dostlar, FEMI 86 sent. FEMI nə qədər düşsə də bizim ümumi olaraq 30-40%, yəni alış yerimizdən 30-40% bir qazancımızı saxlayır. Bu çox yaxşıdır. Yəni alış edənlər üçün söhbət gedir və bundan sonraki hədəfləri 1 dollar və üstüdür. Məncə bu şirkət 1 dollar üstündən qalxacaq. Çünki nağd vəsaitləri də yetərincə var. 4 milyon, yəni Dragonfly-dan daha çox nağd vəsaitləri var və bu şirkətin deməli proqnozları 4 dollar səviyyəsindədir. Bir güclü xəbər bu şirkəti 4 dollar səviyyəsinə uçura bilər dostlar. Kart Maplay Hinge bizə neçə aylar düşüş yaşatdı, pullarımızı əritdi, lakin 34 dollardan özünə gəlib 45 dollarda özünü tapdı. Belə dostlar, yəni 30% yaxın qazancdayıq hal-hazırda əgər buradan almışsınızsa. Bundan sonraki hədəflər arada ilk olaraq 50 dollar səviyyəsində. Sizlərə məsləhət görürəm ki, dostlar 50 dollar səviyyəsində bu şirkət səhmini çoxunu satasınız dostlar. Çünki burada böyük satış deməli olacaq. Yəni elə təxmin edirəm ki, dirənç səviyyəsindədir. Gördüyünüz kimi bu səviyyələrdən satışlar həmiyətli dərəcədə var. Yəni əksəriyyətini satmağınızı məsləhət görürəm və İstəsəniz bir hissəsini saxlayarsınız, yəni qazancı davam etdirmək üçün. Belə dostlar, bugün 1, 2, 3, 4, 5 şirkət səhmini və Nasdaqı analiz elədik, sizlərə təxminlərimi dedim. Bundan sonra Gorilla'da 70% yaxın qazanc gözləyirəm. Ayvada da həmçinin 80% yaxın qazanc gözləyirəm. Dragonfly'ın özünə gəlməsini gözləyirəm. Kartda isə 50 dollara yaxın, 50 dollara qədər yüksəliş gözləyirəm. FEMI-də də həmçinin 1 dollara kimi. Belə dostlar, qazancınızı diversifikasiya etməyi unutmayın. Dediyim nöqtələrdən satışlarınızı bir hissəsini edin, yəni pulunuzu daima bir səhmdə saxlamayın. Bugün bu qədər dostlar, videomu bəyəndinizsə like ata bilərsiniz. Sağ olun, kanal gələcək videolarda görüşəndə.